Salam, hörmətli izləyicilər. Mən hər dəfə güzgülərlə vaxtında işləməyin, sağ, sol, orta güzgü ilə işləməyin vacibliyindən danışıram. Bəzi insanlar fikirləşirlər ki, baxmadım güzgüyə, ətrafdakılar bağışlayacaqlar da məni, qaçırdacaqlar maşını. Nə olasa da ki, doğrudan da ətrafdakı sürücülər kimisə güzgüyə baxmayanda maşını qaçırdırlar və heç nə olmur. Amma elə situasiyalar var ki, orada güzgüyə baxmasan bir anda həyatını itirə bilərsən. Bax, tələbi ilə gedirik, sağda avtobus zolağıdır və bütöv xətti yeni qaydalarla biz avtobus zolağından yox, ikinci zolaqdan sağa dönməliyik. Və tələbi edirəm ki, maşını saxla, yaşlı olmağına baxmayaraq. Bir saniyə saxla və güzgüyə bax. Tələbə sağa güzgüyə baxır və sürətlə gələn avtobusu görür və bundan sonra biz sağa dönürük. Və tələbəyə deyirəm ki, təsəvvür elə ki, bir güzgüyə baxmadan sağa dönərdik. O avtobus, sürətlə gələn avtobus bizim sağ qapımızdan vuraraq bizi bəlkə də bu Nəsimi bazarıdır da, köhnə Nəsimi bazarı. Dəmir yol vağzalına qədər bizi aparacaqdır və burada sağ qalmaq şansı sıfıra bərabərdir. Yəni elə situasiyalar var ki, güzgüyə baxmasan, sən həyatını bir anda itirə bilərsən. Ona görə, bax belə, sağ zolaqda, avtobus zolağı olanda və siz sağa dönürsünüzsə, yaşıl yanmağına baxmayaraq mütləq güzgüyə baxın ki, qəzadan, xatadan uzaq olarsınız. Bu çox vacib video idi. Diqqətlə izlədiniz yəqin ki və nəticə çıxartdınız. Diqqətinizə görə çox sağ olun.